Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda 2 və 3 ərzaqla çox dadlı, ləzzətli dondurmalar hazırlayacağım. Əvvəlcə qara plitka şokolatı salafana yerləşdirib qaynar suyun içərisində saxlayıram. Salafandakı şokolad tam əridikdən sonra bu cür uc hissəsini kəsib qatlaşdırılmış südün üzərinə əlavə edirəm. Mən 4 yemək qaşığı qatlaşdırılmış süd götürmüşəm. Əgər şirin sevirsinizsə miqdarını artıra bilərsiniz. Qatlaşdırılmış südlə şokolatı yaxşıca qarışdırıram. 1 qutu 500 qramlıq qaymağı mikserin qabına əlavə edib çalıram. İstənilən qaymaqdan istifadə etmək olar. Qaymaq qatılaşan kimi üzərinə şokoladlı qarışımı əlavə edirəm. 1 dəqiqə qarışdırıb mikseri söndürürəm. Tort ləvazimatları satılan yerdə bu cür hazır vafillər satılır. Hazırladığım qaymağı vafilinin üzərinə əlavə edib hər tərəfinə yayıram. Üzərindən ikinci qatı yerləşdirib əlimlə üzərindən azacıq basıram. Salafanla örtdükdən sonra soyucuda ən azı 4-5 saat saxlamaq lazımdır. (4-5 saat sonra tam donmuş olur. Soyucudan çıxardıb hissələrə bölürəm. İti bıçaqla asanlıqla doğramaq olur. Artıq gördüyünüz kimi dondurma hazırdır. Gördüyünüz kimi görünüşü mükəmməldir. Dadına söz ola bilməz. Həqiqətən də çox ləzzətli alınıb. Hazırlayıb bu dondurmanın dadına baxmağa dəyər. Sonda sizə şəkərsiz dondurmanı necə hazırlamaq olur onu da çəkib göstərəcəm. Bunun üçün 2 ədəd banan götürmüşəm. Bananın qabığını soyub hissələrə bölürəm. Qeyd edim ki, bananı çiyələklə də əvəz etmək olar. Boşqaba yerləşdirib üzərinə salafan keçirdikdən sonra soyucunun dondurucu gözündə təxminən 2 saat saxlayıram. Dondurucudan çıxardıqdan sonra kənarda bir 10 dəqiqə saxlayıram ki, biraz yumşalsın. Sonra blenderin doğrayıcısına əlavə edirəm. Üzərinə 1 qutu adi İran qaymağı əlavə edirəm. Sonra blenderin doğrayıcısından keçirdirəm. Bananlı qarışımı bu cür qabın içərisinə əlavə edib hər tərəfinə eyni qaydada yayıram. Qapağını örtdükdən sonra soyucunun buzluğunda 4-5 saat saxlayıram. Buzluqdan çıxardıqdan sonra təxminən 15-20 dəqiqə gözləmək lazımdır ki, biraz yumşalsın. Sonra asanlıqla hissələrə bölmək olur. Gördüyünüz kimi sadəcə 2 ərzaqla, asan üsulla içərisinə şəkər əlavə etmədən çox gözəl dondurma hazırladıq. Həqiqətən də ləzzətli, fərqli bir dadı var. Hazırlayıb dadına baxmağa dəyər. Videolarımızı izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın.